Evet, bundan başqa bizim insanlarımızın böyük bir hissəsi yenə də baxıram, yazırlar ki, baş ağrısını neyniyək? Bu qədər danışırıq, yenə də hər zaman deyirik ki, baş ağrısının müalicəsi, xüsusilə miqrenin müalicəsi Doktor Seyfəddin klinikasındadır. Onun ilə dərmanla müalicəsi çox təəssüf ki, hələ fayda vermir və bizə müraciət edən xəstələrin böyük bir əksəriyyəti baş ağrısına müraciət edir. Və faydasını da görürlər, müalicə olunurlar, baş ağrısından azad olurlar. Orada da yenə mütləq mənada hidroterapiya zəli ilə müalicə, apiterapiya ilə müalicə, ağrı məhsulları ilə müalicə, yəni çiçək tozu, arı südü, propolis, bal və digər beyin toxumasını qidalandıran məhsullardan istifadə edilir. Bundan başqa mumyadan da istifadə edilir. Bitki dəmləmələrindən istifadə edilir. Təbii ki, ağrılar bəzən görsən bir tərəf olur, ya gicgahdan tür gözə vurulur, ya boyundan qalxır bir tərəfə. Və yaxud da görürsən ki, alın nahiyəsində olur, alın forması və yaxud burun nahiyəsində olur, birdən deyir, tənəffüsü, nəfəs ala bilmirəm, burnum tutulur. Bəzən də görürsən, auralı miqren olur. Gözünün qabağında qara nöqtələr, onlar ən çox musiqiçilərdə olur, müğənnilərdə olur. Kəskin işığa baxa bilmirlər, çox yüksək səsi qəbul edə bilmirlər. O zaman tutur o miqren ağrıları, baş ağrıları. Həm də bunlarda bir fobiya, qorxu olur.